Herkese selam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün tamamıyla diğer vloglarımdan farklı bir video ile karşınızdayım. Bugünkü videomuzun mövzusu belədir. Deməli, takipçimizin maması bizə yazdı ki, qızımın körpəli əşyalarından bəziləri qalıbdı. İstəyirəm onları sizə göndərim. Biz də təbii ki, bunu Instagram üzərindən həmin mamamızdan danışdıq və o qızının körpəli əşyalarının bəzilərini bizə göndərib. Torbanı hal-hazırda gördüyünüz kimi qoymuşam. Mən də bilmirəm nələri göndərib, çünki baxmadım açıqcası. Elə evə gətirdim, gətirmişkən də dedim sizinlə birlikdə açsam, baxaq görək nələr veriblər, nələr var içində. Həqiqətən mənə də çox maraqlıdır. Elə isə hazırsınızsa, tökək və baxaq görək takipçimizin maması bizə nələr göndərib. Burada əgər siz də körpələrinizin əşyalarını bizimlə bölüşmək istəyirsinizsə, burada gördüyünüz Instagram hesabımıza yazaraq mənimlə əlaqə saxlaya bilərsiniz və əşyalarınızı bizə verərək hər videomuzda balacalarınızın əşyalarını Timur və Aylaya geyindirdiyimi görə bilərsiniz. Bu arada gələn əşyalar qız əşyalardır. Çünki izləyən balaca qızımızın maması göndəribdi. İndi baxaq görək nələr göndəriblər. Həqiqətən çox həyəcanlıyam. Torbamızı alaq. Və tökdüm gördüyünüz kimi. İndi sizinlə birlikdə istəyirəm ki, baxaq görək nələr var. Geyimlər var, mini bir butulka var. İndi hamısını bir göstərəcəm. Əvvəlcə geyimlərdən başlayaq. Bu şəkildə ağ, üstündə çox şirin heyvan ayaq belə deyək də, izləri, patiləri olan qırmızı kənarlı köynək var. Bu pijama olaraq gəlibdi. Həqiqətən materialı çox yumşaqdır və çox gözəldir. Özü də qısa qolludur. Bunu Aylaya sevə-sevə geyindirəcəm. Daha sonra bu şəkildə şirin kalgotkamız var. Çox şirindir. Buna baxın. Üzərində də multfilm, çizgi film qəhrəmanı olan bu itlərdən var. Adını bu da hal-hazırda yadıma sala bilmədim. Bu da yenə çox şirindir və rəngi rozludur. Roz rəngdədir. Daha sonra burada belə eləyim. Bu şəkildə bir mələk qanadı olan papağımız var ki, buna bayıldım hal-hazırda. Daha sonra belə bir ağ üstü qırmızı nöqtəli papağımız var. Bunlar da yenə evlilik və yeni doğulan uşaqlara taxlandı. İlk mağazası var, rozviken kantlı, roz olmağına baxmayaraq bunu Timura istifadə edəcəm bu papaqları. Çünki Aylaya olacağını düşünmürəm. Daha sonra minik 2 dənə bu şəkildə roz vüzorab var. Kənarında çiyələk desenləri var. Həqiqətən yenə bunlara bayıldım. Daha sonra süt bebə papağı roz rəngdədir, amma ağ düşür kamerada. Burası roz rəngdədir. Yumşaqdır. Ondan sonra bir dənə belə papağımız var. Bu yəqin ki, hansısa dəstur olub, ancaq dəstur qalmadığı üçün bunu veriblər. Və yenə dəstur olduğuna inandığım belə bir papaq var. Amma hər halda dəstur falan qalmadığı üçün bunu verib. Bir dənə də bu şəkildə zorab var. Açın. Ay, zürafəli çox şirindir. Bunu da yenə Timur'a geyindirərəm. Və mini butulkam var. Su içmək üçün ideal bir butulkadır. 30 ml-dir və Bee Baby markasına məxsusdur. 30 ml-dir baxın. Və bunu da yenə çox sevdim. Bu şəkildə qapağı var. 3 dənə düymə yeri var. Yəni su içmək üçün. Yenə buna da bayıldım. Həqiqətən hamısı bir-birindən şirindir. Bunu göndərən mamamıza təşəkkür edirəm. Adını çəkinməni istəmədiyi üçün bu şəkildə verirəm. Həqiqətən bunların hər birini Ayla və Timur'a geyindirəcəm. Mən ən çox paltarları da təbii ki, çox sevdim, amma buna bitdim. Bunu ayrı bir sevdim mən. Zaten mən bunu alacaqdım, amma mavi alacaqdım Timur üçün, amma bu rozvodur. O rozvosu belə çox qəşəngdir. Həqiqətən buna bayıldım. Siz nələr düşünürsünüz bu əşyalar haqqında? Zəhmət olmasa yorumlara yazın. Bugünkü vlogum çox qısa oldu, bilirəm. Bundan sonra gələn vlogum sizə söz verirəm ki, bayağı bir uzun vlog olacaq. Bunun qısa olmasının səbəbi də verilən əşyaları göstərməyim idi. Buna görə çox qısa oldu. Hamısını geyindirmək istəyərdim, amma bir geyindirib söndürmək kimi bir fikrim yoxdur. Digər vlogda sizinlə birlikdə zaten geyindirəcəm Ayla günə. Bir dəqiqə.
Ayla, bunu sevdin sən? Hə, çox sevdin bunu? Sevdim, qəşəngdir. Hə, bunda içərik suyu. Bunları da sevdin, bax gör. Aylan olduğu üçün təbii ki. Hə? Çox sevdim. Çox sevdim. Bax, papaqlar falan da var. Elə sən Ayla nə deyirik? Çox sağ olsun. Bəli, çox sağ olsun. Belə gözəl əşyaları verən mamamız, biz belə düşünən mamalarımızın olduğunu görmək bizi sevindirir. Elə isə digər növbəti uzun vlogumuzda görüşənə qədər kanalımıza abunə olmağı, like atmağı və yorum yazmağı unutmursunuz. Əgər siz də körpələrinizin dediyim kimi uşaqlıq əşyalarını bizim bölüşmək istəyirsinizsə, vermək istəyirsinizsə, zəhmət olmasa aşağıda yorumlarda bildirin və mən sizə link atım. Burada aşağı Instagram və TikTok hesabının linkini yerində qoyacağam. Amma istəyənlər olarsa vermək yorumlarda yazsın. Lap Instagram hesabımız oradan mənə yazaraq geyimlərini mənə göndərə bilər hər birinə. Həqiqətən çox bəyəndim, çox təşəkkür edirəm. Zaten mən Ayla gilə alıram yəni geyimi. Siz də vermək istəyirsinizsə, nə xoş bizə yazın Instagramdan danışaq və Ayla və Timur üçün göndərdiyiniz hədiyyələri sevə-sevə geyindirək. İndi izləyən izləyicimiz də hər dəfə öz geyimlərini Ayla və Timurun əynində görəcək. Mamamız da yəqin ki, bizə verdiyi üçün özü də sevinir ki, artıq yəni bu geyimlər evdə qalmışdı. Məsələn, o butulka artıq o uşağın bəlkə də ehtiyacı yox idi. Onu bizə göndərdi və biz də onları çox sevərəkdən istifadə edəcəyik. Həqiqətən bəzən butulkaya və geyimə ehtiyacımız olur. Özəlliklə o boyda butulkam yox idi, ehtiyacım da var idi. Alacaqdım çıxanda. Mamamızın göndərməyi ayrı bir hədiyyə oldu mənim üçün. Çox sevindim buna görə. Özünə buradan çox təşəkkürlərimizi bildiririk. O butulkanı sevə-sevə videolarımda istifadə edəcəm. Növbəti vlogda da zaten bu geyimləri Aylanın əlinə geyindirəcəyik və butulkanı da eyni şəkildə istifadə edəcəyik. Elə isə bay bay, digər vloglarımda görüşənə qədər.